Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan dilli məktəblər üçün 2025-2026-cı tədris ilində istifadə edilməsi nəzərdə tutulan dərsliklər göndərib. Bu gün paytaxt Tbilisiyə çatdırılmış kitablar Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib. Dərsliklərin təqdimatı mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Ramiz Hacızadə və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin Ümumi Təhsil və Məktəbəqədər Təhsil Departamentinin nümayəndəsi Keti Çoxak-Hacızadə iştirak ediblər. Ramiz Hacızadə jurnalistlərə müsahibəsində bildirib ki, Gürcüstan tərəfinə 18 adda 21.179 nüsxə ana dili və ədəbiyyat dərsliyi çatdırılıb. Bugün burada hər zaman olduğu kimi, hər il olduğu kimi toplaşmışıq ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Gürcüstandakı Azərbaycan dilli məktəblərdə kitablarla təmin olunması, ana dili, Azərbaycan dili və ədəbiyyatı dərsliklərlə təmin olunmasından bağlı yığışmışıq. Hal-hazırda bu Elm və Təhsil Nazirliyimiz tərəfindən Gürcüstandakı Azərbaycan dilli məktəblərə göndərilən 18 adda 21.179 ədəd Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin təhvili mərasimi keçirilir. O həmçinin qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılara dərsliklərin çatdırılması Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən başlayıb. Bildiyiniz kimi bu təşəbbüs ümumilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə başladılıb. Bu sırf Gürcüstandakı soydaşlarımıza, xüsusilə gənc soydaşlarımıza göstərilən dövlət siyasətinin qayğısının təzahürüdür və bu siyasət cənab prezident İlham Əliyev tərəfindən də bugün də davam elətdirilir və onun müvafiq göstərişi və hər iki ölkənin təhsil elm nazirlikləri arasında imzalanmış müvafiq sənədlər rəhbər tutularaq bugün də bu növbəti kitab dərsliklərinin, Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin təhvili həyata keçirilir. Göstərilən, yaradılan şəraitə görə də qarşı tərəfə təşəkkürümüzü bildiririk. Təhsil Departamentinin nümayəndəsi Keti Çoxak-Hacızadə öz növbəsində qeyd edib ki, bütün sahələrdə olduğu kimi Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində də əməkdaşlıq yüksək səviyyədə davam etdirilir. Bu əməkdaşlıq müxtəlif istiqamətlərdə mövcuddur və onlardan biri də dərsliklərlə bağlıdır. Ənənəvi olaraq Azərbaycan tərəfi Gürcüstandakı Azərbaycan dilli məktəblər üçün ana dili dərsliklər göndərir. Eyni zamanda Gürcüstan tərəfi də Azərbaycanda yaşayan gürcü şagirdlər üçün dərsliklər təqdim edir. Bu artıq illərdir davam edən bir ənənədir və biz təbii ki, ölkələrimiz arasında mövcud olan bu əməkdaşlığı alqışlayırıq. Ümid edirik ki, bu əməkdaşlıq və dostluq uzun illər davam edəcək. Məlumat üçün qeyd edək ki, bugünədək Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı Azərbaycan dilli məktəblərə ümumilikdə 800 mindən çox dərslik və digər metodik vasitələr göndərilib.